Kardeşlerim, tekraren sıcak selam arz olunur hizmetlerinize. Yalnız sizin yok, bütün dünya Müslümanlarının, bütün İran milletinin, özellikle Türk milletinin, daha özellikle Azerbaycanlı kardeş bacılarımın hizmetine selamlar ve dünya boyu başı uzalık ve sağlık, selametlik dileyirəm Yaradan Allah'tan. Kardeşlerim bakın, bundan önceki sözlerimizde dedik bir az. Elbette öz bilgimize, öz ləyaqətimizə, kifayətimize kadar. Ama bir neçə nükteyi vardı ki, çekisi, calibiyyəti çoktu, onlardan da diyək biraz. Bakın, biz mətni nəfs eləmirik. Bu bir dənə vaqiyyətdir. UNESCO bir dənə komisyonlu bir toplumdu ki orada zamanşünaslar, soyşünaslar, soy tanıyanlar, dil tanıyanlar, tarihler vardır. Orada bir neçə il bundan evvele kadar Türk dilinin gəniliğin, zənginliğin, kefayetli, ləyaqətli ve her boğdudan olduğun dünyada 5 il, 6 il bundan evvele kadar 3. dil tanınmıştı. Onun ardında yazmışdı çok olanaklıdır, imkanı vardı yakın gelecekte 2. dil ola. Bir il bundan evvel hemen UNESCO toplumundan Türk dili dünyada 2. dil tanınıp. 2. dil. Ganilikten, sarahatten, fiili faalinde, qəbaid-i təziyə təhlilində bu gizlətməli bir şey deyil. Baxın, kitaplara bakın. Mən demirəm. Yalan ne desələr olar deyiblər və yalan ne deyil. Ağlı qəbul eləmir. Naxoşluqları, mərəz-qərəzləri də yoxdur. Bir nəfər ki, ömrü boyu zəhmət çəkib, dünya millətlərinin, tarixin, soyun, coğrafiyasını ürgəşib, icbar yoxdur işin içində yalan danışa. Onların kitaplarına bakın. Mənim sözüm sənədiyyatı odur, özümünki değil. Bakın indi Türk dilinde ne kadar sözlük vardı, fiil fail vardı ki Fars dilinde olabilmez, imkanı yoktu. Olabilmez. Fars dilinde mecburdular o cümlelere ya Türk'ten brovuz alalar, ya Arap dilinden ya da yersiz kala 3-4'üne bir söz diyeler. Məsələn, biz quşun göydən gəlib yerə qonmasına deyirik, quş qondu. Adamın oturmağına deyirik ki, oturdu. Bir surətdə ki, Farsıda quşun qonmasına da deyirlər nişast, bezəmin nişast. Hava peyma yerə oturdu, ona da deyirlər bezəmin nişast. Adam da yerə oturanda deyirlər bezəmin nişast. Yani, ve Türk dilinde herasının bir özellikle güzel bir adı vardı. Bir iman olacak onu. Bakın, bir tane bayram kelimesi. Hele İslami bayramdı, Mesih'i bayramdı, Yahudi bayramdı, Berehmai bayramdı. Her milletin, her mektebin, her mektebin, her mezhebin bir bayramı var. Bugüne kadar hele Fars dilinde bayrama bir tane ad koyulmayıptı. Arap kelimesinden eydi. Eydi ayn harfiyle. Arap Farsıda ayn harfi yoktu. Eydi Arabiydi. Bu bir naqız. Mesela biz diyoruz ki oxu, Farsı deyirlər bıxan. Bıxan. Biz diyoruz oxut. Farsıda bu kelime yoktu. Yani ura vadər kun tabıxanat. Bu elə bir dəbəyə yəhər qoysan, hem uzun düşür, hem gedir o yana. Oxu, oxut, oxutdur. Bunlar heç birisi yoktu. Bir dənə qaçaq kəlməsi, qaçaq türküdür. O insanı ki, qanundən qaçaqdır. Nəinki qaçağandır. Yeyindir, qaçmağa yox. Qanundən, hökumətdən qaçaqdır. Hələ Farsıda buna bir kəlmə yoxdur. Ya türkü işlədirlər, ya fərari. Fərari də ərəbcandır. Hətta deyək, tüfəngin gələn gedəni, gələn gedən
Bu da yoxdur. Türküdən istifadə edirlər. Əlbəttə biz istəmirik məhsi nəfs eləyək. Farslar bizə çox möhtərəmdir. Kürdlər bizə möhtərəmdir. Ərəblər, Baluçlar, Giləklər, hamı dillər bizə möhtərəmdir. Bəli, bu möhtərəmlik bunun qabağın gərək almasın. Biz özlüğümüzü gizlədək. Qalaq qaranlıqda, qalaq daldada. Bəli. Amma gəldik kəlməyi Azərbaycan, Azərbaycan kəlməsi. Bunun barəsində tarixçilər çox oyan-buyan konuşublar. Məhəlli ixtilaf vaqi olubdur. Bir qismət farslardan deyirlər ki, bu Azər fars kəlməsidir, ot, ateş mənasıdır. Türkçüdə ola bilməz. Azərbaycan zatından Türkdür, farsdır. Səlcuqlar burada hökumət eləyəndə İranın onlardan əvvəl olduğu millətini də icbarən elədilər, bunlar türkü danışdılar. Xub, bu yalan bir tarixdir. Səlcuqlar Şiraza da hökumət elədilər. Kırmana da elədilər, Əhvaza da elədilər. Və Əhvazın ərəfləri niyə Türk dilinin təsirində qərar tutmadılar? Dilləri ilə qaldı. Kırmanlıların, İsfahanlıların, Şirazlıların dillərinə niyə əsər qoymadı? Fəqət Azərbaycanlıların dilinə əsər qoydu. Bu da yalan bir tarixdir. Təəssüb və cəhlidir. Bunlar haqqı gizlədirlər. Peyğəmbərin hədisinə müxalif danışırlar. Qulul haqqə vələv alə anfusikum. Haqqı deyin, əgər özünüzə də zərər edirsə. Haqqı demirlər bunlar. Vicdanlı bir insan odur ki, haqqı verə haqq sahabına. Haqq sahabı bunun düşməni də olursa olubdur. Bəs qeydək aynı məbhəsə. Azərbaycan, baxın, bu sənətlər, bugünkü sənətlər bəlkə 500 min il, 2000, 3000 il bundan qabaqdan əl tapılmayan sənətlərdən qabaq bu Azərbaycan, Güney və Quzey Azərbaycan. Güney, Quzey yanı Cənubi, Şimalı. Bəli. Bunların yerlərinin yeraltı qaynaqları, zirzəmini mənbələri, bixüsus yakıt mənbələri, yakıt yanı soxdur, nəft, qaz mənbələri çoxudur. Zaman zaman bunlar güclənərək çıxardılar yerin üzərinə. O zaman ki, otun vücudundan, ateşin insanlar içində xəbər yoxdur. Aynı heyvanlar kimin çiğ yiyərdilə hər nəyi. Və soyuqda da məğarələrə fənah aparardılar. Bu Azərbaycan ya Quzey, ya Güney. Zaman zaman bu yakıt, bu soğuk, neft, gaz, bunlar nəşv edib çıxdılar yerin üzünə. Yıldırım çarpanda, şirkət çarpanda bunlar ot aldılar. Ot alanda kol, köz, ulufə, odun falan bunlar ateş aldı. Ot tuttu bir tərəf. Azərbaycanlılar, yani Türklər. Bu otun vücuduna o zaman pey yapardılar, gördüler. Soyuktan insanları koruyor. Bir az sonra gördüler, bəli, bunun üzerinde mesela bir suyu kızdırsalar, ondan yuyunsalar, ya hamsi bir şeyleri pişirseler yemeli olur. Bunun vücuduna pey yapardılar. Bir kısmet nigahban, korucu ya korukçu koydular bunun üstüne ki bu ot hamış olmasın. O zaman Türklerin dilinde ota asır deyardılar, asır, asır. Şimdi Azər kəlməsidir, asır. Pat, yani nigahban, korucu. O nigahbanlar için koydular bu otu koruya, ot hamış olup aradan geçmeye bir tane Xuda dadı nemət ki, bəhəsi bir təsadüf düşüb bu Türk millətinin əlinə. Onlara deyirlər, asır patan, asır patan. Şimdi deyirik Azərbaycan, asır yanı ot, pat, yanı nigahban, qoruqçu. Nun da çok yerde Türk dilinde cəm bağlar. Asır patan, yani ot nigahbanları. Patan, pat yanı nigahban. An gelende yanı nigahbanlar. Necə ki deyirik oğul, sonra deyirik oğlan. Nun çok yerde cəm bağlar. Bu kəlmə oradan qaldı, asır patan. Hətta Farsların ateşkədələrində də o rəsm-i rusumdan, sumu bir dənə neymət-i Xuda dağı olduğuna müqəddəs sayardılar.
Son zamanlarda yavaş yavaş bu ad değişildi. Oldu Azerbaycan Fars dilinde. Arap dilinde çünkü G harfi yoktu. Arap dilinde jimle telaffuz olundu Azerbaycan. Bir surette ki bunun esas adı Atırpatan. Yani ot nigahbanları. Otun vücuduna Türk milleti üste yapışık dilliler ki zamanhay iltisakı. Bunu da bir yüngül açıklama yapak. Zamanhay iltisakı ya yapışık dilliler ne menadılar? Yapışık dilli ya zamanı iltisakı bu manayadır. Bir şeyin kökü bir olar. Kökte qərabətləri var. Zahirdə bir-birdən fərq edirlər. Məsələn, zəbanşünaslar, dil tanıyanları deyirlər, əsasda 3 növ konuşma, danışmaq var. Birisi zəbandır, dildir. Birisi ləhzədir, birisi şivədir. Bəli, hər üçü də birdir. Baxın, biz deyir ki, gedəcəyik. Qafla deyirik, gedəcəyik. Bunun kökü birdir. Bəzi türlərimiz deyirlər, gedəcəyik. Kafla deyirlər, gedəcəyik. Bəziləri qayınla deyirlər, gedəcəyik. Bəziləri qafla deyirlər, gedəcəyik. Bəziləri xeylə deyirlər, gedəcəyik. Ya gedəcəksiniz. Bəs bunun kökü birdir. Ləhzədə, şivədə fərq edir. Buna deyirlər yapışıq dillilər. Orada yenə bir xamış edə bilərsən. Dəyərli və hürmətli eşidicilərimiz, dinləyicilərimiz, tikrarın salam ərz olunur. Əgər xatirlərinizdən unutmasaz, 5-6 dəqiqə bundan öncə bir dillerin, bir xüsus Türk dilinin kamil olduğunda və ayrı bir dilə niyazı, ehtiyacı olmadığında dedik. Neçə kəlmələr vardı, ismilər vardı, feillər vardı, nəhv sərflər vardı ki, Türk dilində var, Fars dilində yoxdur. Fars dilində yoxdur. Bir işarə elədik. Baxın, ruhu şad olmuş Profesör Məhəmməd Təqiy Zehdavi Kirişçi Şəbustəri. Oraya qədər ki, onun Türklərin əski tarixindən adlı kitabından mən oxumuşam. 400'den bir şeyde fazla feil, sərf-i nəv, ism Türk ləfzində yazıb ki, Farsda zaten onlardan xəbər yoxdur. Bəli, mən ki, çox az bilgili və səvadım çox aşağı oranda öz az ləyaqətimlə bugünə qədər 280 kəlmə mən çıxarda bilmişəm ki, Türk dilində var, Fars dilində yoxdur. Baxın, Farsı deyir pərid. Pərid bizim dilimizdə yəni uçdu. Diskinməyə də pərid deyir. Uçmağa da pərid deyir. Atlanmağa da pərid deyir. Bunun mən irad tutmuram zaten. Əvvəli Türk dilinin həddi kəmalın yetişir. Ki biz buna bir uçmağa deyirik, uçdu, quş uçdu. Diskinməyə deyirik, diskindi. Ya sısradı. Bəli. O birine de deyirik bir axdan, bir kanaldan, bir ağac üstündən, bir uca yerdən, divardan atlandı. Hərəsinin bir adı var. Der surət ki, Farsının naqıslığı buradan anlaşılır ki, üçüne de deyir pərid. Pərid deyəndə biz bilirik, quşdu uçdu, hava peyma da uçdu, təyyara da uçdu, uçaq da uçdu, ya adamdı, atlandı, ya bir nəfər yuxudan sısradı. Bu Türk dilinin müqabilində bir şey ola bilməz. Diskindi, ya sısradı, ya atlandı, ya uçdu. Yani. O da birisidir. Ama geldik biz Azerbaycan Türklərinin, ya əsasda Atırpatan Türklərinin. Ki bunlar kimlərdirlər? Bugünkü Türk millətlərində hangisi ilə bunların yapışıqlığı, yaxınlığı və qərabəti çoxdur. Bakın,
Məhmud Kaşgarlı ya Kaşgarlı Məhmud ki Əbul Ətraş deyərlər biləsinə. Kütürlərin atası. Bu mənaya ki Türk folklorunun, Türk ədəbiyyatının, Türk tarixinin, Türk dillərin dəb-adat, rəsm rüsumlarına hamıdan artıq varıbdır. Onun yazdığına və Qur'anımız da, Peyğəmbərimiz də onun yazdığını təyid edir. Bəlkə Kaşgarlı Məhmud Qur'andan alıb, din alimlərindən alıb ki, Həzrəti Nuh Peyğəmbər əleyhissalamın 3 oğlu var, 4 oğlu vardı. Birinin adı Hamıdır, birinin adı Famıdır, birinin adı Yafısıdır, birinin adı Samıdır. Həmin Fam Kənan da deyərlər, imanı qəbul etmədi, su boğdu biləsin. Ərəblər, Yəhudilər, Nəsraniyyət, Finiqilər, Kəldanilər, bunlar Samidirlər. Hindi Avrupalılar da Hamidirlər. Farslar, İngilizlər, Almanlar, Amerikalıların bir qisməti, Qızıldəriləri, Surxupusları Türkdülər. Zamanda dəryaların Məddə Cəzri, Ərəb-nişinliği, dalı oturmaqları bu bəhsə yaşaq uzanar. Təbiətdə bir zaman bu dəryalar ki tutula, bunların yerləri quruymuş, bu quru yerlər bir zaman suymuş. Dünya bu qaradan o qaraya yol verib zaman boyuna, ona geçmirik coğrafya durumuna. Bəli. Bəs qaldı Yafis. Yafisin də əvladı tamam Türklərdilər, Çinlilərdilər və Balkan dövlətləri, Doğu Avrupa, yəni Avrupa-i Şərqi. Bunlar da bunun əvladıdırlar. Niyə? Kaşgarlı Məhmudun yazdığına görə Həzrəti Nuhun oğlu Yafis bir oğlunun adını qoymuşdu Türk. Bu Türk'ün 20 dənə oğlu vardı. 20 dənə oğlu. Hər oğlundan bir zürriyyət toğlud olub ta bugünə qədər. Allah ələm neçə min ildir. Bunların hər birisi də dubarədən neçə dalbudak veriblər. Hamısı o kəlmədən müştəqdir, Türk deyirlər. Türk. Həzrəti Nuhun oğlu Yafis ki, Qur'anımız da deyir, İncilimiz de deyir, Tevratımız da deyir. Şayət Zərdüştlərin avistası da deyə, şayət deməyə, yaxşı bilmirəm. Bəziləri də deyirlər, yox, Türk kəlməsi törəmədən müştəqqıdır. Törəmə yəni izdiyat, toğludimiz, toğludu nəs. Der surət ki, bu şayət düz ola. Vəli olsa da görək, aya, törəmə özü Türk lafzıdır. Bəs bu düz gəlmir. Elə adı Türkmüş, bunun 20 oğlu vardı. Hərəsindən bir qəbilə gəlib, zaman keçdikcə qəbilələr artıblar. Amma gəldik Azərbaycan Türkləri. Azərbaycan Türkləridir. Əraq məmləkətində yaşayan Türkmənlərdir. Osmanlı Türkləridir. Ya Səlcuqları olsun, ya Osmanlıları olsun ki, babaları çağrıdır, qardaşdılar. Bəli. Bir də İranın Türkmenistanı və o sayda olan Türkmenistan. Bunlar kullən Oğuz nəslidirlər. Oğuz. Həmin o 20 firqənin biridirlər. Bunlar Oğuz nəslidirlər. Bunlar çox son zamanlar bir-birdən ayrılanıblar. O biri Türklər də ayrı vardılar. Saymağının hesaba gəlməz, artıq vaxtınızı tutmayaq. Oğuz. Oğuz bir dənə kəlmədir ki, bunun özünün 6 oğlu vardı. 3'ü bir xanımdan, 3'ü bir xanımdan. Bunların hərəsindən bir qəbilə toğlud olub, bu qəbilələrin adlarını saymağa nə hafızam yığır, nə də vaxtım yetişir. Oğuz. İndi bunun bir qismətinə diş Oğuz deyərlər, bir qismətinə iç Oğuz deyərlər. Diş, Türk ləfsində yəni xaric, birun, eşik. İç yanı daxil, içəri. Bəli. İndi bir kəlmə var deyirlər, eşxoz. O adamların ki bilgisi azdır, qanmırlar, düşünmürlər, deyirlər eşxoz.
Yunanidir, ya Fransavidir, ya İngiliz Latinidir, yox. Baxın, Türk ləfzində çox yerdə K hərfləri təbdil olar şinə. Baxın, deyirik qaç, get. Yazgıda ya kiminlə yazılır? Qaç, get. Dərsləş ki, dildə deyirik qaç, qaç, get. 300. Dildə deyirik 300. Bəli. Get oranı aç. Qapını aç, deyirik aç qapını. Kim təbdil olur? Şinə. Bu məlumdur bir şeydə, rüyəli aynıdır da, bunun danmaq inkar yeri yoxdur. Bəs iç oğuz, həmin yəni eşxoz, yəni iç oğuz. Ki Oğuzun 6 oğlu vardı, hərəsindən 4 qəbilə, 24 qəbilə, 12-sinə iç Oğuz deyərdilər, 12-sinə dış Oğuz. Yəni o daxili və xarici, ya içəri ya eşiş. Bəs biz də kullən bu 24 qəbilənin birisiyik, Oğuz nəsliyik. İndi Oğuz nə zaman hökumədə yetişib, tarixdə ixtilaf vardı və biz də o ixtilafları çox incələtmə yapmaq istəmirik, yəni bərrəsilik. Çünki zaman çoxa gedər. Yüzlər, minlər vərəq, səhifə kitab istəyir və günlər, saatlər, aylar, illər, bəlkə qarnılar danışır.